Oyun haqqında fikirləriniz nə başqa? Qələbə üçün çıxmışdı, amma təəssüf olsun məğlub oldu. Hazırkeşləri sevindirən məndi. İnşallah gələcək oyunlarda ölkənin adını layiqincə təmsil etməyə, uşaqlığın çətinliklərini qələbələr alıb gələcəyik. Doğma meydanda oynayırdınız Sumqayıtda, yəni bu sizin üçün əlavə motivasiya oldu. Yəni milli üçün harda oynayırıqsa fərqi yoxdur, əsas qələbədir. Meydana qələbə üçün çıxıyorum amma Sumqayıtda mənim üçün debüt etmək daha biraz necə deyim, xatirə olaraq daha yaxşı qaldı. Debüt oyunu biraz ağır cinsindən necə deyim, bu haqda nə deyə bilərsən? Necə? Debüt oyunu, yəni bir qədər gözün, yəni belə deyim də pis keçirsiniz, sıxıldınız. Bu haqda nə düşünürsünüz? İlk oyunda belə olacağını düşünürdüm. Daha yaxın fikirləriniz. Yəni heç kim bunu düşünmür, oyun qabağı heç kim düşünmür ki, meydana məğlubiyyətlə çıxır. Nə oldu da işte indi gələn oyunları köklənəcək. 3 gün sonra maçımız var, bunu yaxın çıxarmağa çalışacağıq. Tabii fərdi baxsaq oyunçulara, fərdi yanaşsaq, yəni oyun keçirmədi. Yəni kilit paslarında oldu, amma son nəticə gəlmədi də, yəni hücum xəttində belə deyək. Amma komandada yəni səncə milli ruh, yəni ruh yüksəkliyi varmı belə? Yəni indi soyunub gəlmə otağında olursan da, yəni görürsən atmosfera necədir? Yəni ruh yüksəkliyi varmı? Yoxsa Yox, var, əlbəttə var. Yəni heç kim bura boş-boşuna gəlmir. Hamı dərk edir. Balacasından böyüyünə kimi, ya təcrübəsindən yenmənə kimi də, yəni debüt edənə kimi hamı başa düşür ki, bura nə üçün gəlir, bayraq üçün oynayırıq. Hamı bunu dərk edir, amma heç kim istəmir ki, o meydana çıxanda məğlub olsun. Amma olanda olur da, yəni futbolda hər cürə nəticəyə hazır oluruq. İstər-istəməz məğlub olur. Məğlub olmaqdır. Yəni komandada bir basma var, Fernando Santos gələndən sonra hələ də qələbə qazanmamışsınız. Yox, inanmıram nəsə olsun. Belarusla oyun, yəni 3 gün arasında elə hətta 2 gün qalıb. Yəni nəyi dəyişə biləcəksiniz ki, orada qələbə qazanacaqsınız? Gözləntilər nələrdir? Nə lazımsa məqsəd deyəcək, biz də çıxıb onu etməyə çalışacağıq.